Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdahu la şərikə ləh və təvəlləs salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluh. Və sallallahu aleyhi və səlləm və salatan və salaman daimin mütələzimin ilə yevmiddin. Allahümme enfa'ni mə allamtana və allimni mə yenfa'ni və zidni ilmə. Sonra şeyx yeni bir bab açır. Mən səələ və huvə qaimun alimən cəlisun. Sual verən şəxs ayaq üstə olur. Sual verilən şəxs alim oturduğu halda. Bu cür sual vermək olar, yoxsa olmaz. Və ya icazəlidir, yoxsa yox. Yəni ki, zahirən baxsan ədəbdən deyil. Otursan, ayaq üstə durursan, şeyx də otur, başsan sual verməyə. Yəni, bu olar mı, olar mı, olmaz mı? An Əbi Musa radiyallahu anh qalə cəə racun ilə nəbi sallallahu aleyhi ve sellem. Əbu Musa'dan gələn hədisdə deyib, bir nəfər gəldi, deyib, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Fəqal, dedi, ya Rasulallah, ey Allahın Rasulü, məl qitəlu fi səbililləhi fə innə əhədənə yuqatilu qadəbən və yuqatilu həmiyyən. Yuqatilu həmiyyən. Deyir, ey Allahın Rasulü, Allah yolunda deyib vuruşmaq nə deməkdir? Biz deyir, ya qəzəblənib, qəzəbimizə görə vuruşuruq, ya da namusumuza görə vuruşuruq. Yəni, namusumuzu müdafiə etmək üçün vuruşuruq. O vuruş Allah yolunda müharibə nə deməkdir? Onu deyim, başa sal. Və rəfəə ileyhi rəsə. Və deyir, Peyğəmbər s.ə.v deyir, ona deyir, başını qaldırdı. Buradan da deyir, görünür ki, başını qaldırdısa da, Aleksandr başını qaldırdısa da demək, nədir? Həmən şəxs hündürdədir. Allah Rasulü nədir? Oturmuş halda. Mən qatələ litəkunə kəlimətullahiyəl-uliyə və huvə fi səbililləhi. Kim deyir, vuruşursa, o vuruşduğu Allah kəlməsini uca tutmaq üçündür və Allah yolunda vuruşur, o nədir? Artıq Allah yolunda vuruşmuş şəxsdir. Allah subhanə və teala'nın kəlməsini uca tutursa, onun yolunda artıq vuruşan bir şəxsdir. Və şəhid və rəfə ileyhi rəsəhu illə və rasulü qa'idun və rəculu qaimun fi hədəl dəlilu alə i'tibari dələləti lüzum. لأن الحديث ليس فيه أن الرجل قائم والرسول جالس لكن من لازم رفع رأسه من لازم الرفع رأسه إليه أن يكون الرسول جالسا أو وأن يكون هذا الرجل قائما ففيه اعتبار دلالة اللزوم. Deyir, buradan deyir, açıq aydın görüldü ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o kəlməsi ki, başını qaldırdı, həmən şəxsin daha doğrusu Musa gördüm ki, deyir, başını qaldırdı, cavab verdi. Bu deyir, ona dəlildir ki, artıq deyir, oturduğu halda sual vermək olar. Sən ayaq üstə durub, oturduğun halda şeyx nədir? Sual vermək olar. Və qad zəkərə uləmə ənə ənvə dələlət thələthə mutabikun və tədəmməni və iltizam. Və deyir ki, şeyxlər gətirir ki, ümumiyyət alimlər gətirir ki, bu əsasən üç vəcihı, üç məsələni özündə cəm edir. Bu şeylər olduğu halda eləyə bilərsən. Birinci, və dələlətul ləfz alə kəməl mə'lə mutabiq. Yəni, verdiyin sual hansı ki, məsələyə müvafiq olmalıdır, mutabiq olmalıdır. Yəni ki, elə bir sual verməlisən ki, o sualda deyir, hansı ki, fayda kəsb etsin və yaxud da ki, məsələyə uyğun olsun, müvafiq olsun. Yoxsa hər gələn sual verilmir də elə. Məsəl üçün, şeyx oturub da şeyxə sual verirsən ki, məsələn, telefonun hansı telefondandır? Bunun adiyyəti yoxdur axı. Sən də oturub tutsa durursan, şeyx telefonun nə telefondur? Bunun adiyyəti yoxdur. Ona görə deyib, bu cür sualları vermək yox. Baxır, hansı sualları verirsən. Orada sahabə hansı sual verdi? Ağır sual idi. Biz namusunuz üzrə, əsəbdən deyib vuruşuruq deyib. Allah yoluna vuruş nə deməkdir? Yəni, bu deyil, elə bir sual olmalıdır. Hansı ki, məsələlərə müvafiq olan bir sual olmalıdır. Yəni, hər sual verilmir. Məsələn, deyir ki, bir insan qasır tikir. Villa tikir.
Bu villada deyir, dəlalət edir nəyə? Tikilməsinə, otaqların olmasına, sahəsinin genişliyinə və hündürlüyünə. Bu hamısı mutabiqdir bir-birinə deyir. Bunlar biri olmasa orada nəsə baş verə bilər. Yəni əmələ gəlməyəcək. Tikirsən otaqlar yoxdur. Yəni cəm olmur. Və yaxud da ki sahəsiz bir yerdə nətər tikirsən deyir. Yəni elə bir şey olmalıdır ki, mutabiq tələblər və hansı ki vaciblik cəm olmalıdır, iltizam cəm olmalıdır. Yəni o sahabə soruşdu ki, yəni ki, bunu edərəmsə nədir? Allah yolunda bunu edərsənsə Allah üçün vuruşmuş olarsan. Bu vacibdir yoxsa yox? Allah üçün vuruşmaqda artıq nədir? Vacibdir. Başqa bir bayraq altında vuruşarsansa nə olur? Vacibdir. Ona görə deyib, mutabiq olmalıdır bir-birinə. Evdə deyir, həmçinin binası olmasa dura bilər? Yox. Otaqlara olmasa istifadə oluna bilər? Yox. Hansısa bir sahədə tikilməməyi mümkündür? Yox. Misal üçün gətirir ki, yəni bu üçü də nədir? Cəm olmalıdır. Və ona görə də məsələyə alimlər gətirir, sual verdiyin halda baxmalısan. Bu sualda fayda var, yoxsa yox. Yəni, cənəbdə dediyim kimi, şeyxə gəlib sual verirsə ki, paltarın nə rəngdədir və yaxud da sən niyə ləhcədə danışmısan? Bu cür suallar olmaz, bu cür şeylər. Ümumiyyətlə, şeyxələrə ehtiram babından faydasız suallar vermək düzgün deyil, bəyənilmir. Məsələn, var idi, biz baxırdıq, Avropa uşaqları gəlir. Şeyx, sən filan yerdə ləhcədə danışdın, niyə ləhcədə danışırsan? İnsan ləhcədə danışa bilər də. Biz mənim danışmırıq ki, gələcəm, gedəcəm, ləhcə deyil ki, kitab dilidir, xeyr. O da insandır, danışır kitab dilində, olur da neçə ilin şeyxidir, daimi ammiyədə danışan adamlardır öz cəmaat içindən. Olur ki, danışır da ammiyədə. Məsələn üçün, keyfə haluka demir, məsələn üçün, əxbəru key, yəni məsələn şeydə ləhcədir. Yəni, keyfindən xəbər verir, nətərsən. Yəni, belə baxdıqda məna eyni mənadır. Amma biri ammiyədədir, ləhcədə, bir nədir, kitab dilindədir. Yəni, bundan ötürü sən şeydə xata tutsan, bu ədəbdən deyil, əxi. Bu nədir, ədəbdən deyil. Ona görə bu cür şeylər vermək sualı olmaz. Və dələlətü alə ənəhu ləbuddə min bəbil dələlətü ləzim və hiyə min əhsənə dələlət. Sonra gətirir ki, bu deyil, məsələn, deyir, Allah subhanahu wa ta'ala isimləri və sifətləri. Və xaliq, bu deyir, tələb edir nəyi? Öz zatında, yaradandır. Yəni, hansı ki, zatı sifətindən bir Allah subhanahu wa ta'ala özündə olan bir sifətdir ki, hansı ki, tələb edir nədir? Yaratmağı. Yaradır, özündədir bu sifət. Həmçin yaratmağı tələb edir. Mutabiqdir bir-birinə. Təbii ki, həm isim, həm sifət. İsim olaraq xaliq, sifət olaraq xalilək, yaradan. Demək nədir? Hər ikisi də bir-birinə mutabiqdir. Yəni, bu cür tamamlayır. Bu cür şeylər bu cür olmalı. Yəni, hər isimdə, sifətdə və sər və aləx. Və hasil olaraq şeyx gətirir ki, xülasə, ənə fi hədə dəlilən alə ənəhu lə yəlzəm məs'uli idə səələhu qaimən ən yəqumu liyucibəhu qaimən vəl-əqs əydən caiz. Ləmə qalə kənə səilu cəlisən vəl-məs'ulu qaimən. Və qad yuqalu innə fihi su ədəb və innəkə idə səəltə və əntə cəliz və huvə qamin fihi عدم إكرام المسؤول فيه نوع إهانة له إلا من عذر كما قال كان الزمن لا يستطيع أن يقوم وطالب العلم يقتدي بحديث أو يقتدي بحديث جبريل والذي فيه أنه جلس بين يدي ورسول الله صلى الله عليه وسلم سأله yaxşı deyir, tələbəyə qayıtdıqda deyir, bir qisimlər gətirir ki, ayaq usta sual vermək deyil, ədəbdən deyil. Məsələn, deyir, Cəbrail hədisini gətirirlər. Gəldi, neynədir, deyir Cəbrail əleyhissalam? Diz-dizə qoydu, ayaq usta vermədi. Yanında oturdu, əllərini də qoydu ədəb şəkildə və başladı neynəməyə? Sualını verməyə. Yaxşı, bu deyir, elm tələbəsinin deyir, ədəbi budur. Orada həmçinin elm tələbəsinin şeyxlə münasibətinin nəyini bildirdi? Ədəbini bildirdi. Onda deyir, nətər cəm eləyək bunu? Şeyx gətirdi ki, bax, o necə cavab verir? Həqiqətən Şeyx Hüseyin Rahiməhullah çox ağıllı, çox savadlı insandır. O deyir, etdiyi sünnədir. Bax, o etdiyi, Cəbrail əleyhissalam gətirdi, sünnədir. Sünnəni görsətdi. Bu şəxs etdiyi ki, caizdir, icazəlidir. Fikir verir, sünnədən deyil. Amma nədir? İcazəlidir. Ona görə gətirir ki, ənəhu leysə minə sünnə, ən təsələ və əntə qaim. Bu deyil, sünnədən deyil. Sorursan,
yoxsa durduğun halda. Vəl məs'ul cəlis, yəni soruşulan isə oturun halda. Lakin deyil, sünnədən deyil, və huvə caizun, amma deyil, nədir? İcazəlidir. Və ona görə də elə hallar var ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm dövründə baş verib. Bu veribdir, bu olubdur. Lakin sünnədir mi, yoxsa icazəlidir mi? Bunlar artıq bölünür. Həmin şəxsin gəlib ayaq üstə sual verməyi zahirən icazəlidir. Yəni orada problem Allahın dinindən sual verir, icazəlidir. Burada nə problem var? Lakin sünnədir yoxsa yox? Xeyr. Sünnə hasıdır? Cəbrail əleyhissalam gətir etdiyi əməl. Və bunlar nədir? Bölünür. Ona görə də çalışmaq lazımdır. Şeyx gətirir ki, icazəli yox, sünnə olan tərəfələri yönəlmək. Bax, elə hallar var ki, buradan çox istinbatlar çıxartmaq olar. Elə bu yaxında verdiyimiz zəkat, fitrə zəkatı. Şeydən vermək, alıb gətirib özünü vermək nədir? Sünnədir. Amma o biri hal nədir? Vurursa nə desin ki, getsə, o nədir? Caizdir. Onun özü də neçə hala bölünür. Ki, yəni sənin əgər məğrursan, buna gücün çatırsa, özün eləməlisən. Gücün çatmır, rahatda, bax, nə bu getsin eləsin. Bu artıq nədir? Buna bəziləri caiz də gətirmir buna. Məsələn, 15 aylıq getsən bir işə, 15 günlük çıxa bilmirsən. Məcburi neyinsən? Və yaxud da ki, kafir bir dövlətdəsən, heç kimə çıxarda bilmirsən. Və s. və ilə çox misallar gətirmək olar. Onda göndərirsən, kimsə sənin əvəzinə nə edir? Çıxardır. Amma özün buna qadirsənsə, özün çıxart. Sünnən əməl elə. Sünnən əməl. Ona görə də bu cür davam etmək elə hallar olur ki, oradan bərəkət qalxa bilər. Caizi etdikcə, sünnədən uzaqlaşdıqda sünnə getdi. Yavaş-yavaş nədir? O caizi elədiyin halda əcr var yoxsa yox? Yoxdur. Niyə? Çünki sünnə tətbiq eləməlisənsə. Sünnə tətbiq eləsən, hə, icazə var, əcr var. Amma caiz olan hallar var ki, orada elə şey var ki, əcr yoxdur orada. Caiz olan yerdə nədir? Elə caiz olan məsələlər var ki, orada bilsin olsun. Məsələn, Quran oxuysan, ərəbcə, bizə Azərbaycanca. Azərbaycan oxuyanda Quran o bilsin əcr eynidir. Xeyr. Amma zahirən, birini ərəbcə, birini tərcümə oxusan, mənaca tərcümə. Amma əslində, belə məsələyə qayıtsan, eyni kəlmədə, eyni məsələləri, eyni ayələri oxuyursan. Hamısı hər ikisi kimindir? Allahın ayələridir. Elə deyil. Lakin birində ərəbcəyə gəlib, xas sünnə, savabın əcri, birinə də heç nə. Sahildə caiz də oxuyursan mənalarını bilmək üçün. Ona görə, təbii ki, alimlər gətirir ki, məsələn, bir qisim gətirir, ümumiyyətlə deyir, bəzilər gətirir ki, savab da deyil. Sadəcə nədir? Əldə etmək üçün, elm əldə etmək üçün öyrənsən. Bir qisim gətirir, xeyr, Allahın ayələrinin tərcüməsi olduğuna az da olsa, miqdarda əcr neyinsən, qazanırsan. Hətta onda belə məsələlər var. Məsələn, deyək ki, niyyət edirsən ki, yemək nədir? Mubahdır. Yemək mubahdır, vacib deyil, sünnə deyil. Amma haldan hala dəyişə bilir. Sən qəsd etsən ki, mən yeməyi yeyirəm, cümrah olub, Rəbbimə ibadətdə mütəməkkin, yaxşı olub, orada var əcr. Bir də var ki, gündəlik olan tələbatdır, bismillah deyib yeməyimi yeyirəm. Orada nədir? Əcr, hələ o niyyətlə yeyirsənsə də əcr orada yoxdur. Mubah əməldə artıq. Nə günah var, nə də savab. Mubahın mənası nədir? Vacib əmirdir, yerinə yetirməlisən, əcr %100 var. Sünnə, eləsən də olar, eləməsən də. Eləyəndə əcr var, eləməyəndə nə deyil? Əcr yoxdur. Günah da yoxdur, əcr də yoxdur. Lakin, mubaha gəldikdə nə günah var, nə də savab var. Lakin, niyyətə qayıtdıqda əcr əldə edə bilirsən. Sonra gətirir ki, faydalı məsələlərdən Abdullah ibn Amr'dan gələn hədisdə deyir, Peyğəmbər s.ə.v gördüm deyir, ində camardır və huvə yüsəl, camara daş atılan yerdə. Və ondan deyir, soruşdular. Ya Rasulallah, nəhərdu qablə ən əğmiyə, qalə ilmi və lə hərac. Deyir ki, daş atmadan öncə qurban kəsdim. Dedi, heç nə olmaz, kəs. Başqası gəlir, deyir ki, ey Allahın Rasulü, başımı deyir, qırxdım, qurban kəsməmişdən qabaq. Dedi, heç nə olmaz.
Get deyir, şeylə, qurbanını kəs. Deyir, bu cürə deyir, şeylər soruşdular. Yəni, sonradan əməl olunan bir şeyi önə keçirdilər və ya arxaya keçirdilər. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, "Lə hərc, problem yoxdur." Şeyx Hüseyn rahimehullah gətirir ki, burada niyə bunu gətirdilər? "Vəl ma'lum ənə nəhr qabla halq." Deyir, məlumdur ki, deyir, qurban kəsmək baş qırxdırmaqdan öncə olur. Həccin əhkamlarında. Qurban kəsmək baş qırxmaqdan öncə olur. Düzdür, Peyğəmbər Allah Subhanahu Quran-Kərimdə buyurur: "Və la tahliqu ru'usakum hatta yablughal hadiyul mahilla." Deyir, qurbanlarınızı haqlamayın və ya qurbanlıq heyvanı öz yerinə çatana qədər, yəni vaxtı çatana qədər başınızı qırxmayın. Yəni buradan da dəlil də açıq-aydın nədir? Heyvanı kəsdikdən sonra baş qırxılır. Yaxşı. Peyğəmbər sallallahu aleyhi və səlləm burada bunu dedi ki, heç nə olmaz. İndi bu umumidir, yoxsa həmən şəxsə xas olan idi? Sual çıxır. Məsələn, sən keçi məsələsini gətirsən qurbanlıqda, biz deyirik ki, 6 aydan yuxarı nədir? Yuxarı 1 illik olmalıdır keçi. Qoyun isə 6 aydan yuxarı olmalıdır. Və sahabə gəldi nə dedi? Ey Allahın Rasulü, mənim bir keçim var 6 aylıq deyil, sən kəs, xas olaraq sənə aiddir. Başqalarına yox. Yəni, hədis var ki, xas olaraqdır. Hədis var ki, ümumidir, hamıya aid edir. Yəni, buradan deyir, sual çıxır ki, bu deyir, indi nətər olur, nətər başa düşək buna? Şeyx Hüseyn rahimehullah gətirir ki, وعلى هذا أنا مراد أن يكون مراد هذا يكون مراد بمحل وقمت النحر وإذا جاءت وقت النحر فإنه يجوز حلق. Deyir ki, əgər deyir, buradan görünür ki, yerinə deyir, bir məhəlli dedikdə yerini nə deyir? Dəyişdirmək olar. Çünki deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm orada 2 dənə şey gətirdilər. Hər ikisinə nə dedi? Hərac dedi, problem yoxdur, elə. Bu deyir, xas olaq deyil, bu umumidir. Hər kəsə. Buradan çıxan fayda nə deyir? Bax. Yevməl iydi xamsətun. Deyir ki, əf'alul əlləti tuf'al. O feillər ki, olunur. Bunu yadda saxlayın. O əməllər ki, olunur. Hansı ki, deyir, yevməl iydi xamsə. Yəni ki, bayram vaxtı 5 nədir? Əsas şeylər olunur. 1. Ramyə. Ramyə, daş atmaq. 1. Daş atmaq. Və nəhr, qurban kəsmək. Əl-həlq, baş qırxdırmaq. Thumma tavaf, sonra tavaf etmək. Thumma sə'yu, sonra səy etmək. Səfa Mərva. Və tərtibu həqədə afdal. Bu cür bir tərtib etsən, nədir? Əfzəldir, gözəldir. Lakin deyir, quddimə və yaxud da qaddəmə və yaxud da fəin qaddəmə bə'du alə bə'd, yəni bir-birlərini önə keçirsən, fələ hərəc, heç bir problem yoxdur, edə bilərsən. Bu deyir, açıq aydın nədir? Dəlildir. Ola bilər insansan, gəlmirsən, yadından çıxıbdır, vay unutmuşsan, vay xəstələnmirsən. Neynəməliyəm? Keçdi vaxtı. Məsələn, səyin daşın vaxtı getdi, Nağarəstan. Gedirsən, vaxt və yaxud da gecikir, və yaxud da nəsə, qaçırsan, eylirsən, və yaxud da qurbanlı kəsirsən, qayıdırsan nəyə? Daş atmağa. Və yaxud da ki, çatdıra bilmirsən. Şeyx gətirir ki, deyir, məsələn, deyir, görürsən ki, deyir, bu birinci növbədə deyir, yadda saxla ki, bu deyir, dəlildir ki, Allah Subhanahu və Teala'nın dini asan dindir. Çətinləşdirmək olmaz. Allah həmd olsun. Sonra deyir, baxırsan, deyir, gedirsən daş atmağa, cəmarata. Görürsən ki, izdihamdır. Nağara gəlsən, gəlirsən, deyir, tavaf edirsən, səy edirsən, sonra nə edirsən? Daş atmağa gəlsən. Rahat. İzdiham, həcdə olanlar görüb də izdihamı nətərdir? Görürsən həcdə, dəhşətdir, indi başqa dəhşətdir. 6-7 milyon sığır. Gedirsən, daş atmağa macal yoxdur, tapa bilmirsən ki, həmən yerə daş ata biləsən. Məsələn, deyirsən, özündən bir 200-300 metr qabaqda millət, izdiham var. Nə qarırsan? Şey olana qədər, səngiyənə qədər getdin, tavafını elədin, səyini elədin, gəlsən artıq neysən? Daş atmağa. Hansı ki,
daş atıb düşürsən də aşağı. 3 gün minada daş atırsan, sonra düşürsən aşağı, tavaf, sonra səy, sonra baş qırxılır. Amma nə edirsən? Gedirsən, tavafı nə edirsən? Qayıdırsan, səyini edirsən, buradan da gəlirsən, nə edirsən? Daşını atırsan. Ona görə deyir, dini çətinləşdirməyin, din nədir? Asan dindir.